Avropa İnsan Hüquqları Məhkəməsinin təhqirin ifadə azadlığı hesab olunmaması ilə bağlı qərarı Tbilisdə müzakirə olunur. Jurnalistləri təhqir etdiyinə görə məhkum olunmuş Sloveniya vətəndaşı ilə bağlı qərarda məhkəmə onun hüquqlarının pozulmadığını bildirib. Hakim komanda bunu Avropa hüquq standartlarının nümunəsi adlandırır. Müxalifət isə Gürcüstanla müqayisənin doğru olmadığını deyir. Avropa Parlamenti uşaqlara qarşı cinsi zorakılıq materiallarının aşkarlanması üçün onlayn platformalara verilən xüsusi səlahiyyətlərin müddətini 2028-ci ilə qədər uzadıb. Eyni zamanda şifrələnmiş mesajlaşma xidmətinin bu qaydalara tabe olmayacağı qeyd olunub. Qərar həm Avropada, həm də Tbilisidə müzakirə olunur. Gürcüstanın Xarici İşlər naziri Maka Boçorişvili Türkmən həmkarı ilə telefon danışığında iki ölkə arasındakı əməkdaşlığı və Türkmənistan prezidentinin planlaşdırılan səfərini müzakirə edib. Tərəflər regionlar arası əlaqələrin inkişafının vacibliyini vurğulayıblar. Tina Bokuçava və Vahid Milli Hərəkatın Siyasi Şurası yeni qurultay keçirilənədək fəaliyyətini davam etdirəcək. Partiyada İslahatlar Şurasının yaradılması planlaşdırılır. Mikhail Saakashvilinin bu şuraya rəhbərlik edəcəyi bildirilir. Bokuçava isə yenidən sədr seçkilərində iştirak etməyəcəyini açıqlayıb. Tbilisidə bir nəfər az yaşlıya qarşı ağır bədən xəsarəti yetirmək ittihamı ilə saxlanılıb. İstintaqa görə mübahisə zamanı o yeniyetməyə bıçaqla çox saylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib. Rustavidə marşrut mikroavtobusundan oğurluq etməyə cəhd göstərən iki nəfər saxlanılıb. Onların hər ikisinin əvvəllərdə oxşar cinayətlərə görə məhkum olunduğu bildirilir. Şübhəlilər hadisə yerində tutulublar. Daxili İşlər naziri Kvemo Kartli Polis Departamentində keçirilən görüşdə bölgədəki kriminal vəziyyəti və cinayətlərin qarşısının alınması istiqamətində görülən işləri müzakirə edib. Nazir polis əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılmasının davam etdiriləcəyini bildirib. Donald Trump və Benjamin Netanyahu arasında telefon danışığı baş tutub. Tərəflər yaxın şərqdəki vəziyyəti, o cümlədən İranla bağlı məsələləri müzakirə ediblər. Netanyahu İsrailin sərhədləri yaxınlığında təhlükəsizlik zonalarının saxlanılmasının vacibliyini vurğulayıb. Tərəflər regional məsələlər üzrə koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər. Bundan əvvəl Netanyahu İsrail ordusunun Livanda lazım olduğu müddət ərzində qalacağını bəyan etmişdi. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya yanacaq idxalı imkanlarını genişləndirməyə çalışır. O, həmçinin NATO ölkələrinin Ukraynaya dəstəyinin artdığını və Patriot sistemləri ilə bağlı məsələlərin müzakirə edildiyini qeyd edib. Təhsil naziri Parisə işgüzar səfər çərçivəsində UNESCO rəhbərliyi ilə görüşlər keçirib. Tərəflər təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və Gürcüstanda həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparıblar.